Değerli dostlar, 68.000 manatla belə bir paket kutusu ala dövlət ipotekasına yararlı əla bir çötəq həyət evi çəkib təqdim edirəm. Əvvəldən axıracan cüt kubik 40-40 karkaz beton fundament üzərində inşa olunub və mərtəbənin yekununda beton kəmər atılıb, tək divar söhbəti yoxdur. Həyətyanı sahəni görürsünüz, bu qaydada olduqca gözəl tikilmiş və təmir olunmuş bir evdir. 68.000 manatla təklif olunur. Həyətyanı sahəyə bu hissəsində də gül çiçək üçün yerlər ayrılıb. Zirzəmisinə həm buradan, həm də qarşı tərəfdən keçid qoyulub. Darvazanın ön hissəsinə trap döşənilib. Yerləşir Saray qəsəbəsində, Abşeron rayon Saray qəsəbəsi. Masazır Novxanlı tərəfdən gəldikdə dəyərli dostlar, bilirsiniz, Tərlan mərasim evini keçdikdən sonra dairə vardı. Dairə bir radar. Radara hardasa 1 kilometrlik məsafədədir. Bu hissədən də bu qaydada istifadə edə bilərsiniz. Ətraf 90% yaşayışlı evlərdən ibarətdir. 10% də tikilməmiş yerlərdir ki, onlar da hazırda tikinti işləri gedir. Dəhliz sistemi istipoldur, dəhliz, mətbəx və sanuzel istipoldur. Girişdə sağda yerləşir evin zal hissəsi. Evin və torpağın kupçası var. Qeyd etdiyim kimi zalı və ailə üçün nəzərdə tutulmuş yataq otağı olduqca genişdir. Televiziya üçün belə bir stend yığılıb. Radiator xətləri çəkilib, kondisioner xətti çəkilib. Geniş şəbəkə pəncərələri var ki, evin öz həyətyanı sahəsinə baxır. Bütün pəncərələrin qarşısı açıqdır. Sarayda ev axtaranlar mütləq əlaqə saxlasın. Tərlan mərasim evinin arxa tərəfinə düşür. İstiqamət olaraq bura sanuzel, daha sonra burada kiçik yataq otağıdır, amma olduqca yaxşı ölçüyə sahibdir. Təxminən biri 15 kvadrat, 12-15 kvadrat metr arası bir sahəyə malikdir. Bura ailə üçün nəzərdə tutulmuş yataq otağı, buranın ölçüsü isə çox yaxşıdır həqiqətən də. Son olaraq da mətbəx sahəsini göstərəcəm sizə. Burada evin mətbəx sahəsi, mətbəxin və zal hissənin pəncərəsi evin öz həyətyanı sahəsinə baxır. Şöyle size buradan bir daha baxaq. Belə bir mətbəx sahə kollektor sistemi burada yığılıb. Qiyməti 68.000-dir. Saray qəsəbəsində Tərlan mərasim evinin arxa tərəfinə düşür. Buradan da dama çıxış qoyulub. Görürsünüz, işıqlandırmada da spotlardan istifadə olunur. Bəzi təmizlik işlərinə ehtiyac var sadəcə. Həyətyanı sahəsi də olduqca yaxşıdır. Bu əmlakla, həmçinin digər əmlaklarla bağlı mənimlə əlaqə saxlaya bilərsiniz. Kanalda hər büdcəyə uyğun evlər paylaşılır. Ən az büdcədən ən yuxarı büdcəyə kimi evlərimiz mövcuddur. Masazır və Sarayda. Əlaqə nömrəsini qeyd edeyim. Əlaqə nömrəmiz 077 744 36 33. Daha doğru məlumat üçün və evə baxış keçirmək üçün əlaqə saxlamağınız mütləqdir. Sağ olun, hələlik.